Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Biz sizlə RMN mövzular arası əlaqədə 152-də qalmışdıq. İndi bugün tamamlayacağım, axıra qədər bütün izahları verəcəm. Sonra da keçəcəyik növbəti izahımıza. MHM-dən mövzular arası əlaqənin izahını da çəkib paylaşacağım sizinlə. Sizdən xahişim videonu bəyənməyi, paylaşmağı, kanala dəstək göstərməyi unutmamaqdır. Keçək sual izahımıza. Bir dəqiqə qələm. Deyir ki, o səsləmir bitəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Nümunə ilə bağlı uyğunluğu müəyyən edin. Mürəkkəb isim yaxın mənalı sözlərin birləşməsindən yaranıb. Bu səhv fikirdir. Səsləmir ayrılıqda işlənə bilməyən sözdür. Deməli, biri çıxmalıyam. Mürəkkəb sifət eyni sözün təkrarından yaranıb. Burada mürəkkəb sifət yoxdur. Ağır-ağır zərfdir. Nümunədə əslində ikində çıxanda cavabımız qalır. Nümunədə iki feili bağlama var. Bu yanlış fikirdir. Bu feil sifətdir. Bir dənə feili bağlama budur. Əvəzlikdən sonra mürəkkəb feil gəldiyi üçün vergül qoyması yanlışdır. Bu da yanlış fikirdir. Çünki əvəzlikdən sonra gələn səsləmir ismidir. O da vergül tələb eləyir. Yəni isim gələndə vergül olur. Cədvəldən uyğun variantı seçin. Aşağıdakı şəkilçi olan cümlədə mütləq var zərf. Xeyr. Məsələn, çəpəki baxış sifət oldu. Li, məsələn, məktəbli isim oldu. Mamə, inkarda işlənən feil, məsələn, dondurma, qovurma və s. Hörmə. Pərvər, adi dərəcəli sifət, deməli, ən və təmpərvər. Adi dərəcədə olmadı, çoxaltma dərəcəsində oldu. Cığaz, bəli, mütləq şəkildə ismə qoşulan şəkilçidir. Klasterin yalnız birinci şərtinə uyğun olan cümləni seçin. Bu sual problemli sualdır. Problem nədən ibarətdir? Deyir ki, yalnız birinci şərtə uyğun gəlsin. Bunun doğru cavabını da arxada B-ni veribdir, bunu verib. Amma mən razı deyiləm. Niyə? Çünki deyir, ikinci şərtə bu uyğundur. Cümlədə əvəzlik, zərf və say yoxdur. Həqiqətən də bu cümlədə zərf yoxdur. Günorta yeməyi isimdir burada. Sonra əvəzlik yoxdur, say yoxdur. Yəni ikinci şərtə uyğundur. Necə B-ni götürə bilər ki? İsim var, sifət var, feil var. Hər iki şərtə uyğundur B. Yəni burada bir natamamlıq var. Ona görə də baxmayacağım buna, keçirəm. Yəni doğru cavab çıxmır. Məsələn, cümlədə əvəzlik, zərf və say yoxdur. Bunu götürə bilər. Əvəzlik yoxdur. Çünki bu şərti ödəmədi. İsim də var, sifət də var, feil də var. Seçirəm məsələn. Bunu məsələn A-nı düz saya bilər. B-ni saya bilməzdi. Xoş siması var. Sifətim var, ismim var. Feilin də var. Birinci şərtə uyğundur, amma ikinci uyğun deyil. Məsələn, indi zərfim var. C-ni də düz saya bilər. Əvəzliyim var. Yəni ki, burada cavab çıxmır. Çıxmaz sokaq türklər demiş. Bizdə də labirint. Belə, 155. Köməyi dəyməyən şirindil insan yaxşıdır, acıdil, əl tutanlardan. Nümunənin təhlilinə aid doğru fikirdir. Hər iki misrada feili birləşmə yer alır. Köməyi dəymək feili birləşmə deyil. Əl tutmaq feili birləşmə deyil. A. Səhv fikirdir. Sifətlər quruluşca mürəkkəbdir, yaxşıdır, sadədir. Tamamlıq feili sifətlə ifadə olunub. Yaxşıdır. Kimdən? Yaxşıdır xəbər. Kimdən? Acıdil, əl tutanlardan. Feil sifət yox, feil sifət tərkibi var. Sifətlərdən yalnız biri əlamət bildirir. Şirindil, yaxşıdır, acıdır. Hamısı keyfiyyət bildirir. Yəni əlamət, xarici görünüş heç birisi bildirmir. Baş üzvlərdən yalnız birinin yazılışı və deyilişi fərqlənir. Bir dənə burada, bu niyə keçir tez-tez pozana? Burada bir dənə yaxşıdır. R-nın elə bir r-sı düşür, yaxşıdır olur. İnsandakı deyiliş, yazılış fərqlənmir. Doğru fikirdir. Sonra uyğunluğu müəyyən edin. Düz baxdıq. 156-dır. Əminliklə demək olar, əgər cümlə quruluşca tabelidirsə, cümlənin daxilində durğu işarəsi var, mütləq var. Yəni elə bir cümlə düşünə bilmirsən ki, orada bir tabeli olsun, nəsə işlənməsin də, durğu işarəsi işlənməsin. Belə bir cümlə yoxdur. Əgər cümlədə xitab varsa, deməli cümlədə leksik mənası olan söz var. Bəli, doğru fikirdir.
Xitabdırsa leksik mənası olacaq. Əminliklə demək olmaz. Əgər cümlədə qeyri-müəyyən əvəzlik varsa, deməli cümlədə ismi əvəz edən əvəzlik var. Bunu əminliklə deyə bilmərik. Niyə? Çünki bəzi sözü də ola bilər, bəzi qeyri-müəyyən əvəzlikdir, amma sifət əvəz edir. Yəni əminliklə deyə biləcəyimiz bir məqam deyil. Əgər cümlədə mübtəda varsa, deməli cümlə ümumi şəxsi deyil. Bunu əminliklə deyə bilərik. Yəni ümumi şəxsinin mübtədası olmur. Mübtəda varsa ümumi şəxsi deyil. 1, 2, 3 cavabımız olar B variantı. Hansı fikir yanlışdır? Yaxşı sözünün sifət və zərf kimi işlənməsi homonimlik yaratmır. Doğru fikirdir. Ortaq sözlərdir bunlar. Məsələn, yaxşı danışmaq, yaxşı insan. Eyni mənanı ifadə edir deyə. Homonim odur ki, fərqli mənalar ifadə etsin. Eyni mənanı ifadə edir deyə. Burada bir homonimlik xüsusiyyəti yaratmır. Tərkibində fe'l olmayan cümlə əmr cümləsi ola bilməz. Doğru fikirdir. Niyə? Əmr cümləsinin xəbəri fe'lin əmr şəklində olur. Yalnız əmr şəklində olur. Fe'l yoxdursa necə əmr şəkli ola bilər ki? Belə bir şey. Tərkibində fe'l olmayan cümlə şəxsi cümlə ola bilməz. Bu yanlış fikirdir. Məsələn, gecədir. Şəxsi cümlədir. Tərkibində leksik şəkilçi olan söz qulluqca düzəltmə və mürəkkəb ola bilər. Bəli, doğru fikirdir. Məsələn, məktəbli düzəltmədir. Leksik şəkilçi var. Xoşbəxtlik yenə leksik şəkilçi var, amma mürəkkəbdir. Yəni, leksik şəkilçi hər zaman sözün quruluşuna təsir etmir. Sözün məcazi mənada işlənməsi leksik normanı pozmur. Bəli, doğru fikirdir. Yəni, şeirlərdə hər hansı məcazi mənalı ifadə verirlərsə, məsələn, daş qəbli insanları neylərdin ilahi? Burada daş sözü bir norma pozuntusu sayılmır. Nümunənin təhlilinə aiddir. Deyəsən mənə bunlar. Qalın kitabların mənası ilə silahlanmış həkimlər. Bu bizim əlavəmizdir. Mübtədanın əlavəsi işlənib. Yenidən can verirlər. Cümlədə homonim frazoloji birləşmə var. Doğru fikirdir. Can vermək sözü ölmək və dirilmək, canlanmaq mənasında. Bir dənə şeirdə var. Səney şeirləri ilə xalqa can verən şair. Səney dünən kimsəsiz, tənha can verən şair. Ölən, yəni bir də xalqı dirildən mənasındadır. Nəsə homonim frazoloji birləşmədir, bir düzdür. Cümlədə əlavə əvəzliklə ifadə olunmuş mübtədaya aiddir. Can verirlər kimlər? Bunlar mübtədadır. 2 düzdür, əlavə də mübtədaya aiddir. Cümlədə yalnız zərflik yer almır. Yanlış fikirdir. Yenidən zərflikdir. İsimlərdən ikisi formaca cəmdədir. Formaca cəmdə. Kitablar, bir də həkimlər. Düzdür. Formaca cəmdədir. Fe'llərdən biri həqiqi mənalıdır. İndi gəlin tapaq. Fe'llərdən biri deyir həqiqi mənalıdır. Burada heç birisi. 2 dənə fe'l görürəm. Silahlanmış can vermək. O da ki, silahlanmış da məcazi mənalıdır. Can vermək də frazemdə, o da məcazi mənalıdır. 5 də belə səhvdir. Burada deməli biz nə işə? Birin yumrusunu qoymamışdım deyə çaşbaş qaldıq. 1, 2, 4. 1, 2, 4 düzgün cavabdır. Bunlar eyni şeydir. Eyni şeydir. Nümunənin təhlilinə aid deyil. Əminə samavarın səsinə özünə gəldi. Tez durub samavarın qapağını götürdü. Yanaqlarına dəyən isti buğdan üzü alnı tərlədi. Fərqləndirilən söz qulluqca düzəltmədir. Aid deyil deyirsə biri götürməyəcəm. Çünki həqiqətən də qapaq sözün kökü qapaq düzəltmədir. Nümunədə yalnız bir sifət var. İsti. Başqa sifəti də görmədim. Demək 2 aiddir. Nümunədə fonetik norma pozulub, pozulmayıb 3 səhvdir. Nümunədə yalnız bir mübtəda var. Özünə gəldi kim əminə. Tərlədi nə üzü alnı. Bir dənə yox, 3 dənə mübtəda var. 4 səhvdir. Nümunədə zaman şəkilçi ilə homonim olan şəkilçi işlənmişdir. Bu aiddir. Burada məsələn durub fe'li bağlama şəkilçisi həm də nəqli keçmiş zaman şəkilçisi ilə ıbla homonim saymaq olar bunu. Bunun cavabı olar 3 ilə 4. D variantı. Nümunə ilə bağlı hansı fikir digərlərindən doğru və yanlış olma baxımından fərqlidir? Mən güman edirdim ki, atılan güllələrin biri də mənəm. Bir dəqiqə bunu oxuyaq. Cümlədəki ilk vergüldən sonra bunu deyir. Sonra olan bütün xəbər və mübtədalar arasında şəxsə görə uzlaşma əlaqəsi pozulub.
Mən güman edirdim, burada qorunub, amma buralarda pozulub. Mənəm. Ümumiyyətlə xəbərlər şəxs əvəzlikləri ilə ifadə olunanda uzlaşma pozulur. Adətən belə olur yəni. Deməli, bu doğru fikirdir. Bütün fe'l sifət tərkibləri mübtəda rolundadır. İndi baxaq. Mənəm, nə atılan güllələr, yox, fe'l sifət tərkibləri deyir. Gürültünü qopardan, gündüzün boz bir bayrak kimi. Yox, bu səhv fikirdir. Alov, hansı alov? Gündüzün boz və kəsib üfüqlərinə bayraq kimi açılıb örtülən. Bu səhv fikirdir. Yəni təyin rolunda da var, mübtəda rolunda da fe'l sifət tərkibi işlənibdir. Burada da fe'l sifət tərkibi ümumiyyətlə yaratmayıb. Cümlə üzvləri arasında yalnız bir uzlaşma var. Bu doğru fikirdir. Birinci cümlədə mən edirdim. Burada var uzlaşma. Cümlədə zərf kimi işlənə bilən isim var. Bu gündüz sözüdür. Doğrudur. Gündüz görüşərik deyəndə bu zərfdir. Gündüzün üfüqü isimdir. Hazırda isim mövqeyindədir. Sifətlər adi dərəcədədir. Sifət boz, kəsif, bəli, adi dərəcədədir. Doğrudur. Cavabımız olar B variantı. Sintaktik təhlil sxemi verilən cümlə üçün hansı fikirləri əminliklə demək olar? Mübtəda tamamlıq zərfli xəbər sxemidir. Cümlədə tabesli əlaqəsi var. Bunu əminliklə deyə bilmərik. Niyə? Məsələn, belə bir cümlə deyək. Mən dostumla indi şəhərdən gəlirəm. Gəlirəm, mən şəhərdən də zərflidir, indi də zərflidir. Amma tabesli əlaqəsi deyil o. Ona görə A-nı çıxdıq. Cümlədə adlı hallı söz və ya sözlər var. 2 doğru fikirdir. Niyə? Çünki mübtədadırsa, burada mütləq adlı hal olmalıdır. Cümlədəki fərqli cümlə üzvlərindən yalnız ikisi bir-birlə sintaktik əlaqəyə girmir. 3 səhv fikirdir. 3-ü buradan çıxaq. Çünki mübtəda tamamlıq zərflik, ikisi yox, 3-ü bir-biri ilə əlaqəyə girmir. Cümlə qeyri-müəyyən şəxsi cümlə deyil, bəli. Mübtəda varsa, heç vaxt qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Başlanğıc formada olan hansı söz digərlərindən daha çox fərqli nitq hissəsi kimi çıxış edə bilər? Yalnız 2 cür olur da. Yalnız ədat olur, zərf olur. Başqa bir şey olmur. Sonra təki sözü qoşma olur. Sən təki. Sonra təki görüşərik, ədat olur. Bir də yerin təki mənasında isim olur. Doğru sözü doğru danışmaq zərf olur, qoşma olur, evə doğru. Sonra sifət olur. Başqa nə olur ki? Başqa heç nə. Elə sözü fe'l olur, eləmək mənasında. Sonra elə əvəzlikdir. Bir də elə də ədat. Elə mən deyəndir. Düz sözü deməli isim olur. Çöl, düz, biyaban. Sifət olur. Düz söz. Zərf olur. Sonra ədat olur. Düz qapının yanında dayandı. Bu daha çoxdur. A daha çoxdur. Hər gün biraz daşlaşıram, közərirəm, alışıram ah səsinə. Nümunənin təhrinə aiddir. İsmi birləşmə səbəb zərfi rolundadır. Bu səhv fikirdir. Zərfi yox, zərfliyi olar burada. Alışıram, niyə alışıram ah səsinə? Bu səhv fikirdir. Ah sözü isimlə homonimdir. Bu da səhv fikirdir. Niyə? Çünki ismin özüdür bu. Nida deyil ki, ismin özüdür. İlk misradakı zərflərin quruluşu fərqlidir. Hər gündə zərfdir. Hər gündə zərfdir. Deməli, biraz da zərfdir. Bunların hər ikisi də quruluşu mürəkkəbdir. Fe'llər məlum növdədir. Közərirəm, alışıram, daşlaşıram. Bəli, hamısı məlum növdədir. 2 fe'ldə 2 leksik şəkilçi var. İç fe'ldə daha doğrusu. Yox. Daşdan daşlaşmaq. Bu daşlaşmaq nə zaman la ayrı şair olur? Elə bir uşaqların bir-birinə daş atmasından söhbət gedərsə. Bu məqamda yox. Bu da səhv fikirdir. Cavabımız olar burada. D variantı. Hansı fikir həmişə doğrudur? O bu əvəzindən sonra əvəzlik gələrsə vergül qoyulmur. Bu yanlışdır. Elə baxın, məsələn, bu cümlədə görürük ki, odan sonra vergül qoyulub, amma əvəzlik gəlib. Demək, bu yanlış fikirdir. Sadalanma intonasiyası olarsa, məsələn, o, mən, sən, gedərik. Sadalanma intonasiyası olarsa qoyula bilər. Aha bitişdirici vasitəsilə mürəkkəb isim yaranır. Həmişə yox. Məsələn, çay gürha-gür axırdı.
zərf yarandı. M ədatı budaq cümlədə işlənir, həmişə yox. Məsələn, mən bilmirəmmi? Mən bilmirəmmi o nə demək istəyir? Mən bilmirəm ki, yəni bu mənada budaq cümlədə, baş cümlədə də işlənə bilər. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr bağlayıcı olur. Bəli, bu həmişə belədir, doğrudur. İlə bağlayıcı həmciz üzvləri bir-birinə bağlar. Həmişə yox. Bu nə zaman bağlayıcı kimi həmciz üzvləri bir-birinə bağlayır? İsmi xəbər olanda. Məsələn, Anar ilə Aytəndir. Bu məqamda. Başqa məqamda yox. Yəni ismi xəbərləri bir-birinə bağlaya bilir. Yüküm ağırdır, qollarımı ağrıdır cümlənin təhlilinə aiddir. Cümlədə eyni sözün məna tayları işlənib. Bu ağır, bu ağrımaq feilidir. Yəni eyni sözdən söhbət getmir, bu səhvdir. Şəxs şəkilçili sözlərdən biri ağrıdır kimi tələffüz olunur. Bir dəqiqə. Aha. Telefona zəng gəldi, fikrim getdi ora. Səhv oxudum deyəsən cümləndə. Şəxs şəkilçili sözlərdən biri ağırdır kimi tələffüz olunur. Bu fikir də səhvdir. Çünki buradakı şəxs şəkilçisi deyil, xəbərli şəkilçisidir. Yalnız ilk isim homonimdir. Feillərdə olanda, yəni feillərdə olanda biz ona şəxs şəkilçisi deyirik. İsimlərdə olanda xəbərli şəkilçisi deyirik. Yəni bəzi vəsaitlərdə də bunu heç ayırmır, şəxs xəbərli ikisini də eyni şey götürür. İndi eləyim belə götürür, biz də belə izah veririk. Yalnız ilk isim homonimdir. Yox, bu səhv fikirdir. Məsələn, qol sözü də homonimdir. Düzəltmə söz feildən yaranıb. Düzəltmə söz, budur düzəltmə söz. Ağrı sözün köküdür. Ağrıtdır bu, ağrıdır. T-dır bu, ırdakı qrammatik şəkilcidir. T şəkilcisi bilirik ki, yalnız feildən feil düzəldir. Deməli, bu sözdə feildən yaranıbdır. Ağrı ismindən yox, ağrıt feilindən yaranıb. Sifət isimləşib yanlışdır. Yəni, xəbər olmaq isimləşmək demək deyil. Səsim yaralanıb düz ortasından, yaradan qan axır göylərə yerə. Verilən misralarla bağlı klasteri hansı fikirlər tamamlaya bilər? Tabesiz mürəkkəb cümlədir. Doğru fikirdir. Deməli, biz bura doğruları tapmalıyıq. Yarğan sözü ilə eyni kökü olan sözlər işlənib. Yaradan, yardan, yara. Yarğanla eyni köklü ola bilər. Çünki ikisinin də kökü feildir. Yaxud yaralanıb, yardan, yara, yaralamaq, yaralanmaq. Bu da ola bilər. Yəni, bir doğru fikirdir. Ədat həm əsas, həm də köməkçilik hissəsi ilə homonimdir. Ədat. Düz sözü. Düz ortasından. Bu köməkçi nitq hissəsi ilə homonim ola bilməz, amma əsaslı homonimdir. Niyə köməkçi ilə homonim ola bilməz deyirəm? Çünki düz başqa nə olur ki, ədatdan başqa? Bağlayıcı olmur, qoşma olmur. Ona görə 2 səhv fikirdir. Çıxışlıq halı sözlərdə yazılış və deyiliş fərqlidir. Bu ortasından bu olur, amma yaradan bu olmur. 3 səhv fikirdir. Sözlərdən yalnız biri birinci şəxsin məsbət şəkilçisi ilə işlənib. O da səsim sözüdür. 1 ilə 4 cavab olar D variantı. Doğru yanlış cədvəlində yanlışlığı müəyyən edin. Əgər cümlədə mübtəda varsa, həmin cümlədə mütləq adlı hallı söz var. Doğru fikirdir. Yəni mübtəda adlı hallı ifadə olunur. Adlı hallı söz və ya söz birləşməsi ilə ifadə olunur. Mürəkkəb isimlər ayrı da yazıla bilər. Yanlış fikirdir. Qarşısına da yanlış qoyub. Niyə? Mürəkkəb isimdə, daha doğrusu isimdə bir də sifətdə ayrı yazıla bilən söz yoxdur. Yəni mürəkkəb söz yoxdur. Bax, sayda var, zərfdə var, hər gün məsələn, əvəzlikdə var, feildə var, amma isimlə sifətdə yoxdur. Səhər yeməyi gətirdilər cümləsindəki ilk sözün axşam zərfi ilə antonim olduğunu əminliklə demək olur. Bu yanlış fikirdir. Yanlış fikirdir. Qarşısında yanlış yazıb. Çünki səhər yeməyi, kimsə səhər yeməyi hazırlayır. Belə olanda olur nə? İsim. İsim də olanda zərflə antonim ola bilmir də. Antonim olması üçün eyni nitq hissəsi olur. Yəni əminliklə deyə biləcəyimiz bir məqam deyil. Əgər mürəkkəb cümlədə əvəzlik gəlib varsa, bu cümlədə mütləq işarə əvəzliyi var. Bu yanlışdır. Məsələn, kimdən istəyirsən, ondan soruş. Kimdən istəyirsən, ondan soruş.
Burada ondan sözü əvəzli gəlibdir. Amma işarə əvəzli deyil, şəxs əvəzlidir. Deməli, yanlış fikirdir. Qarşısına doğru yazıb deyə uyğunsuzluq elə budur. Qoşma yəli halı sözlərə qoşula bilər. Məsələn, sənin kimi bu doğrudur. Qarşısına da doğru yazıb. Ay quşcuğazlar, nə yaraşıqlısınız. Can kimi bəsləməyə layiqsiz. Nədir o istəkli, o heyran baxış, nə dadlı cik-cik, nə gözəl çırpınış. Bu nə şeirdir? Yadda da qalmaz. Nümunənin təhlilinə aiddir. Köməkçinin kisələrindən nida, ədat, qoşma, bağlayıcı. Bağlayıcı yoxdur. Az səhvdir. Xitab şişirdilmə məzmunlu şəkilçi ilə düzələn isimli ifadə olunub. Bu yanlış fikirdir. Şişirdilmə deyil bu. Sonra, işarə əvəzlikləri ismi təyin edir. İşarə əvəzlikləri burada olardı. O da ki, ismi təyin eləmir. İlk misradakı sifət yaramaq feilindən yaranıb. İlk misradakı sifət hanı? Bu, yara sözün köküdür. Yaraşıq, yaraşıqlı. Yaraşıqlısınız, bu yox. Deməli, axırıncı nəyə artırılıb? Yaraşıq sözünə, yəni isimdən yaranıbdır. Sadəcə kökü feildir. Bu, səhv fikirdir. Əvəzin iki məna növünə aid nümunə tapmaq olar. Burada nədir? Sual əvəzlidir. Bir də olar da ki, işarə əvəzlidir. Eyni götürmək olar doğru fikir kimi. Belə. Quşcuğazla şişirtmə deyil nədir desəniz, bu da deməli əzizləmədir. Küçə ilə qaçırdı. Baxın, buradakı vurğu bizə ipucudur. Deyir ki, yəni mən idi hissəci deyiləm. İdi olsam vurğu qəbul edə bilmərəm. Mən şödə keçmiş zamanam. Şödə keçmiş zamanam. Ona görə feil indiki zamandadır söhbətini çıxmalıyıq. İsim çıxışlıq və adlıq halda düşünülə bilər. Bu, qaçırmaq feilidir. Qaçırmaq. Küçə ilə qaçırmaq. Yox, küçə ilə, yəni küçə ilə qaçırmaq. Küçəni elə bil ki, kömək kimi istifadə edib də, küçədən adam qaçırar da ancaq. Yəni, adlıq hal heç vaxt düşünülə bilməz. Bu, məntiqsiz alınır. Xəbər olan sözü həm sadə, həm də düzəltmə feil kimi düşünmək olar. Sadə düşünə bilmərik. Bu, ancaq düzəltmədir. Sözlərdən biri düzəltmədir. Bəli, elə C doğru fikirdir. Feilimiz düzəltmədir. Cümlədə qoşmanın olub-olmadığını dəqiq demək olmur. Dəqiq demək olur. Dəqiq demək olur ki, bu qoşma deyil. Bu, çıxırlıq halı şəkilçisidir. Buludlar göylərə mıxlanıb qalar. Onları tərpədən külək olmasa. Burada külək olmasa mövcud olmaq mənasındadır. Nümunənin təhlilinə aiddir. İlk misrada yalnız bir sözün homonimliyi var. Yanlış fikirdir. Bulud boşqat mənasında, bir də göydəki göy, səma, bir də yediyimiz göy, bir də rəng mənası da var. Nümunədə ümumilikdə 3 isim var. 1, 2, bir də 3. Bu doğrudur. Feillərdən ikisi qulluqca mürəkkəb, biri sadədir. Mıxdan mıxlanmaq ola bilər. Bu, düzəltmə var burada. Bu, yanlış fikirdir. Qalar sadədir. Tərpət sözün köküdür. Bu da sadədir. Yəni, 2 dənə sadə var. Olmasa bu da sadədir. Ümumiyyətlə, burada mürəkkəb feil yoxdur. Düzəltmə var, bir də sadə var. İkinci misradakı nitq hissələrinin ardıcıllığı belədir. İkinci misra. Onları feil yox. Artıq külək isim deməli idi. Olmasa yenə feil. 4 səhvdir. Yalnız bir isim formaca cəmdə deyil. Bəli, bunlar cəmdədir formaca. Lavilər şəkilçini yəni qəbul ediblər. Külək isə qəbul etməyib. 5 doğrudur. Bunun cavabı nə oldu? 2, 5. Elə də cavab A variantı. Gülüb cavabını qaytar mehriban, birisi kinayə edərsə sənə. Edərsə sənə deyirsə, bu budaq cümlədir, bu da baş cümlədir. Baş cümlədə mübtəda buraxılmayıb, sən qaytar, kimsən? Deməli, buraxılıbdır. Budaq cümlə olan misranın ilk feili isimlə homonimdir. İlk feil budaq cümlədə ilk feil kinayə etməkdir. Kinayə etmək də isimlə necə homonimdir? Homonim deyil.
Nümunədə norma pozuntusu yoxdur, yanlış fikirdir. Söz sırası pozulubdur, qrammatik norma pozulub. Əvəzliklər fərqli məna növündədir. Burada biri qeyri-müəyyən əvəzi, sənə də şəxs əvəzliyi D-ni götürmək mümkündür. Fe'lərdən biri şərt şəkilçisi qəbul etmişdir. Yox, etməyibdir. Bu isə hissəci idi, çünki qrammatik şəkilcidən sonra gəlibdir. Rəqibə vermə nişan. Yaxşı saxla qoynunda mənim dəyişkim bir cüt dərilməmiş nardır. Nümunənin təhlilində hansı fikir doğrudur? D bağlayıcısının omonim iştirak edir. Yanlış fikirdir. Çünki D-nin özü iştirak edir. Omonimi yox. Omonim olması üçün gərək ədat olaydı. Numerativ söz kəmiyyət fərqi yaratmayıb. Bir nar desə, bir dənə nardan söhbət gedir. Bir cüt deyəndə biz 2 dənə nar başa düşürük. Deməli, fərq yaradıb. İlk misra ümumi şəxsi sadə cümlədir. Rəqibə vermə nişan. Düzdür, bunun ikinci şəxsin təkidir. Ümumi şəxsli ilə qrammatik oxşarlığı var. Amma mənası, məzmunu o deyil də. Yəni, bu ümumi şəxsdə fikir hamıya aid olur. Burada bir hamıya aid olma məqamı yoxdur. İlk misrada işlənən sonuncu isimdə qapalı saitin düşümü H şəkilçisi ilə bağlıdır. Qoynunda sözü nəzərdə tutur. Qoynunda sözü bilirik ki, milli sözdür. Düzdür? Milli sözlərdə də qayda belədir ki, hal artırılanda düşmə olmur. Yalnız mənsubiyyət artırılanda, yəni mənsubiyyət artırılıb ki, düşüb. Yəni, halla bağlı deyil, mənsubiyyətlə bağlı bir məqamdır. İkinci misrada cümlə üzvləri arasında yalnız bir məqamda uzlaşma əlaqəsi var. Bu doğru olar. Niyə? Nardır. Nə? Mənim eşqim. Yəni, bir dənə mübtəda ilə xəbər arasında, cümlə üzvləri arasında uzlaşma var. Yorğanı başına çəkdi. Çəkmək sözü hansı variantda nümunədəki mənasındadır? Yeməyi qablara çəkdi, yəni payladı. Bu, çəkdi, örtdü mənasındadır da, elə bil. Bu yerini dəyişdi. Taxta evin küncünə tərəf çəkdi, yerini dəyişdi. Taxtı daha doğrusu, yerini dəyişdi mənasındadır. Pəncərəni çəkdi ki, içəri soyuq olmasın. Və bu olar. Yəni, yorğanın başına çəkir ki, soyuq olmasın. Pəncərəni də çəkir ki, soyuq olmasın. Ələkbərin qolundan çəkib, yəni dartmaq mənasındadır bu. Fotoaparatla çəkməkdə şəkil çəkmək mənasındadır bu. Qulaq kəsilirəm dolunun səsinə. Təkcə mənəm burada dəyişməyən. Bu qoca palıd ağacı kimi. Nümunənin təhlilinə aiddir. Buna belə baxsaq. İlk misrada isimlə omonim olan söz birləşməsinin aslı tərəf edir. Bunu nəzərdə tutur, dolu sözü nəzərdə tutur. Dolu ismin özüdür. İsimlə omonim deyil, sifətlə hazırda omonimdir bu. Deməli, A səhv fikirdir. İkinci misrada mübtəda və xəbər arasında şəxsə görə uzlaşma gözlənilib. Xəbər şəxs əvəzi ilə ifadə olunubsa, mübtəda gözlənilə bilmir. B səhv fikirdir. Təyin sintaktik əlaqədə yalnız aslı tərəf daha doğrusu kimi çıxış etmişdir. Palıd ağacı kimi. Hansı palıd ağacı? Qoca, bu. Bu qoca sözü palıdla münasibətdə aslı tərəfdir, bu ilə münasibətdə əsas tərəfdir. Yəni, həm aslıdır, həm əsasdır. C səhv fikirdir. Dəqiqləşdirici ədat. Təkcə dəqiqləşdirici ədat deyil, məhdudlaşdırıcı ədatdır. Sonra nümunədə vurğusu ilk hecada olan yalnız sözünün sinonimi var. Yalnız vurğu deyir ilk hecadadırsa bu ədat. Vurğu ilk hecadadırsa bu ədatdır. Yəni, onun da sinonimi nədir? Təkcə sözüdür. Yəni, sinonimi var, doğrudur. Doğrudur. Konfusiyə görə insanpərvərlik belə izah olunurdu. Təvəzzökarlıq, qərəzsizlik, təmənnasızlıq, insanlara məhəbbət. Qoşmadan sonra vergül qoyulmasına səbəb bənzətmə məzmunu yaratmasıdır. Yox. Bənzətmə məzmunu yaratmır. Ara söz mövqeyində çıxış edib deyə bu ifadə. Ona görə vergül qoyulubdur. Düzəltmə isimlər üçün ortaq cəhət isimdən yaranmış isim olmalarıdır. Baxın, insan sözün kökü pərvərlik. İnsanpərvər sifətdir. Deməli, sifətdən yaranmışdır. Bu səhv fikirdir. Sözlərdən yalnız birində bir variantlı şəkilçi var. Pərvərdə var, kar da var, təvəzzökar. Deməli, bu yanlış fikirdir. Zərf mürəkkəb fe'lə aiddir. Zərf hanı? Burada zərf yoxdur. Bu belə sözü əvəzlikdir, zərf deyil. Sifətdən yaranan isimlər mücərrəddir. Bəli, təvəzzökarlıq,
qərəzsizlik, təmənnasızlıq, hamısı mücərrəddir. Deməli, doğru fikirdir. Gördüyün qız mehribandır. Əgər cümlənin son sözünü böyük hərflə yazsaq, yəni bunu böyük hərflə yazsam, bu artıq, bu sifətdir. Bu isə isim olacaq. Başqa da bir şey dəyişməz. Xəbər keyfiyyət bildirən sifətlə ifadə olunar, əksinə səhv fikirdir. Sintaktik təhlil sxemi dəyişər, xeyr, dəyişməz, eyni qalacaq. Cümlədəki isimlərin sayı dəyişməz, dəyişər. Yəni 2 dənə isim olar, bir bu, bir bu. Söz birləşmələrinin sayı dəyişər. Yox, niyə dəyişsin ki? Gördüyün qız bir dənə budur söz birləşməsi. Cümlə üzvlərindən birinin ifadə vasitəsi dəyişər. Bəli, xəbərin ifadə vasitəsi dəyişər. Taleyimin üzü sərtdir, eşqindən dönən namərddir. Gəlin baxaq, verilmiş nümunənin təhlili ilə bağlı neçənci fikir doğrudur. İlk 3 misranın xəbəri isimləşmiş sifət. İsimləşmiş sifət söhbəti səhvdir. Düzü, bunlar sifətdir, amma sifət xəbər mövqeyində olanda isimləşmiş sayılmır, bir səhv fikirdir. Fe'l, sifət və məsdər mübtəda vəzifəsindədir. Məsdər dərddir, nə unudulmaq, amma fe'l, sifət yox, eşqindən dönən. Kim eşqindən dönən? Yəni tərkib. Fe'l, sifət tərkibi olmalı idi, 2 səhvdir. İsimlərdən 4'ü fərqli hallardadır. Taleyim yəlik, üzü adlıq, çıxışlıq, dərd adlıqdır bu da. Gülüm adlıqdır. Başına gəlməkdə bu fracemdir, bu heç. Yəni 4'ü yox, 3'üdür. Bu səhvdir. İlk 2 misrada xəbərlər sintaktik əlaqənin yalnız aslı tərəfi kimi çıxış edir. Bəli. Mübtəda xəbər sxemidir. Namərddir, nə kim eşqindən dönən, sərtdir, nə taleyimin üzü. Mübtəda xəbərdə olanda xəbər yalnız aslı tərəf olur. 4 doğru fikirdir. Son misrada yalnız bir söz məcazi mənadadır. Bu da yanlış fikirdir. Burada gülüm də məcazidir. Başına gəlməsən, o da frazemdir. O da məcazi mənalıdır. Hansı fikir doğrudur? Sifət isimləşərkən dərəcələr üzrə dəyişə bilmir, yanlışdır. Dərəcə xüsusiyyətini qoruyub saxlayır sifət. Əmr cümləsini istənilən məqamda sual cümləsinə çevirmək olur. Yanlış fikirdir. Əgər ikinci şəxsin təki və cəmidirsə, məsələn, gəl əmr cümləsidir. Bunu suala necə çevirə bilərsən, çevirə bilmərsən. Sözün törəmə mənası bəzən onun əsas mənası ilə bağlı olmur. Törəmə məna məcazi mənadır. Məcazi mənada əsas məna ilə həmişə bağlı olur. Bəzi şəxs əvəzləri cümlədə müstəqil təyin ola bilər, doğrudur. Məsələn, bizim sinif. Bizim sinif ifadəsində sinif özünə aid bizim sinifimiz, imiz olmalıdır da burada. İmiz buraxılanda bunu ayrıca təyin, bunu da tutan mübtəda, tamamlıq hər nəsə də düşünmək olar. Yəni bunu ayrıca təyin götürmək olar. Nə vaxt? Mənsubiyyət buraxılanda. Şəxssiz fe'l olan cümlə ismi xəbərli ola bilməz. Məsələn, məsələyə baxılanda gecidi. Məsələyə baxılanda şəxssiz fe'ldir. Gecidi ismi xəbərdir. Bağçada oynadığın cümləsinin əvvəlinə sən əvəzini artırsaq, artıq nə olar? Oyna sözün kökü t-nı belə düşünə bilmərsən. Artıq sən ancaq belə düşünəcəksən. Oyna sözün kökü, oynadı, oynadığını belə qrammatik. Cümlə fe'li xəbərli olar, onsuz da fe'li xəbərlidir. Sözlərdən biri yerli çaldı olar, istənilən məqamda bağçada yerli çaldı. Fe'lin tərkibinə görə təhlilini yalnız bir düşünə bilərsən, bəli. Cümlədə şəxs əvəzlikləri olar, əvəzlikləri yox, bir dənə əvəzlik olar. Fe'l düzəltmə olar, əksinə, fe'l sadə olar. Sürüdən tez ayırdı, 50 qoyun, dedi siz bunları yol üstə qoyun, nümunənin təhlilinə aiddir. İlk misradakı sözlərdən birinin omonim tayı digər misrada işlənib. Bunların başlanğıc forması fərqlənir. Qoydu bunu. Bunlar eyni başlanğıc forma fərqlənir deyə omonim sayıla bilməz. Həm də vurğu fərqlənir. Çıxışlı xal şəkilçili söz sürüdən. Qrammatik cəmliyə malikdir. Qrammatik cəmliyə malik olması üçün gərək mən burada lar-ləri görəydim. Burada məzmun cəmliyi var. Düzəltmə sayın omonimi sifətdir. Yəni toplu isimdir demək istəyirəm. Düzəltmə sayın omonimi sifətdir. Düzəltmə sayın. 50 sözünün omonimi sifətdir. Amma say düzəltmə deyil. Məsələn, 50 ayaqlı mənasında, cəld mənasında da deyirik biz tərəflərdə. Yəni 50 adamdır, yəni cəld adamdır, qoçaq adamdır. Şəxs əvəzlikləri məndən fərqli olaraq şəxs əvəzlikləri ismi əvəz edib.
Şəxs əvəzliyi. Şəxs əvəzliyi siz. Başqa var ki, şəxs əvəzliyi yoxdur. Bu da səhvdir. İlk misrada zərflik ifadə olunub. Ayırdı, tez ayırdı. Bəli, zərflikdir. Tez də özü zərfdir. Doğru fikirdir. Tələffüz şəklində verilən cümlədə yazılış cəhətdən bütün hallar nəzərə alınmaqla neçə fərqli nitq hissəsinin iştirak etdiyini demək olar. Dizindən vurduğun, dizindən də düşünə bilərsən. Nəsə isim, qoşma, sonra fe'l. Fe'l. Vurduğun yerimək fe'l, əziyyət çəkirdi fe'l. Ona görə qoşmanı dedi. Sonra məndən əvəzlik. Akif ona kömək etdi ki, bağlayıcı. Dərə ilə isim, qaçsın isim. Fe'l. 1, 2, 3, 4, 5 dənə saydıq. Gecənin dağınıq qaranlığından keçib düz dənizə üst tutur külək. Nümunənin təmin aiddir. Xəbər hökm bildirir. Üst tutmaq fe'llə ifadə olunur. Fe'l ifadə olunubsa, deməli, xəbər hökm bildirmir. İsim olanda hökm bildirməlidir. Yəni, ismi xəbər olanda hökm bildirir. İlk misra tamamlıq vəzifəsində olan söz birləşməsidir. Külək üst tutur haraya? Dənizə. Necə üst tutur? Gecənin dağınıq qaranlığından keçib. Deməli, tamamlıq söhbəti burada yoxdur. İkinci misrada leksik və qrammatik norma pozulub. Qrammatik norma pozulub, çünki söz sırası pozulub. Amma leksik norma pozulmayıb. Çünki şeirdə hər hansı bir məcazi ifadə leksik normanı pozmur. Müəyyən şəxsi cümləsi formasındadır. Bəli, külək mübtəda üst tutur xəbər. Şəxsə görə dəyişməyən fe'l var. Bəli, bu da keçib fe'li bağlama. Düzdür. Nümunədə köməkçinin hissəsi yoxdur. Bu səhv fikirdir. Çünki düz burada ədaddır. Aşağıdakı nümunəyə əsasən uyğunluğu müəyyənləşdirin. Əgər hara üzəcəyini bilmirsənsə, bu bizim budaq cümləmizdir. Bu da bizim baş cümləmizdir. Budaq cümləyə aiddir. Yer zərfliyi yer zərfli ifadə olunub. Hanı bunun yer zərfliyi? Burada deməli yer zərfliyi görmürük. Bilmirsənsə nəyə haraya üzəcəyini. Bu belə gedir. Fe'lin təsvirlənmə forması hallanmışdı. Üzməyi bilmək. Burada da hallanma var. Ona görə bu səhvdir. Ortaq fikirdir. Şərt bağlayıcısı işlənib. Şərt bağlayıcısı əgər burada var, başqa bağlayıcı yoxdur, ona görə ortaq ola bilməz. Bir qrammatik əsasdan ibarətdir, bu düzdür. Yəni, hər iki tərəfdə bir dənə sadə cümlə var. Yalnız baş cümləyə aiddir. İsmi birləşmənin aslı tərəfi fe'li birləşmədir. İsmi birləşmə budur. Üzməyi bilməyin faydası. Onun aslı tərəfi fe'li birləşmədir, deyir. Üzməyi bilmək. Bacarmaq, bilmək. Əslində fe'li birləşmədir kimi düşünə bilmirəm. Amma yenə də 5-i götürdüm. Xəbərin ifadə vasitəsi üzməyi bilmək, bacarmaq. Xəbərin ifadə vasitəsi antonimliyə malikdir. Elə əslində mürəkkəb söz də yoxdur, üzməyi bilmək. Yaza bilmək, üzməyi bilmək. Götürmək olar əslində. Xəbərin ifadə vasitəsi antonimliyə malikdir. Xəbərin ifadə vasitəsi yox sözüdür. Bunun antonimi var olar və düzəltmə sözün kökü ola bilər. Məsələn, yoxluq. Yoxluq, varlıq. Ola bilər. 5 düzdür. Burada bu biraz qaranlıq qaldı. Aydınlaşdıraq bu. Aşağıdakı nümunəyə əsasən uyğunluğu müəyyənləşdirin. Nümunəyə əsasən. Elə bundan görünürdü ki, çox vacib və ağır xəbər gətirib. Yalnız baş cümləyə aiddir. Əvəzi ismi əvəz etmişdi. Burada bir dənə bundan sözüdür. Bu tərəfdə də əvəziyimiz yoxdur. Biri götürə bilərəm. İlk sözün yalnız qrammatik mənası vardır. Burada da elə ədaddır, burada da ədaddır. Ona görə 2-ni ortaya yazmalıydı. 2 səhvdir, 2 variantlardan çıxmalıdır. Bir də götürmüşəm, bu da çıxdı. Xəbərin tərkibində ı şəkilçisi işlənib. Bu ortaq cəhət ola bilməz. Niyə?
Gətir sözündə ır şəkilçi deyil, axı sözün köküdür. 4 də belə çıxdı, heç 4 yox imiş. Yalnız budaq cümləyə aiddir. Bağlacı işlənib. Və burada da var, burada da var. Başda da var, budaqda da 5-i çıxdıq. Cavabımız qaldı C variantı. Bağlacı bərabər hüquqlu tərəfləri bir-birinə bağlayır. Bu yalnız budaq cümləyə aiddir və bağlayıcısına aiddir. Həmcins üzvləri bir-birinə bağlayıb. Kiyə isə aid eləyə bilmərik. Çünki ki, tabeli mürəkkəb cümlənin tərəflərinə bağlayıb. O da ki, bərabər hüquqlu deyil. Sonra keçdik. Aşağıdakı nümunəyə əsasən uyğunluğu müəyyənləşdirin. O əlindəki kəndiri tullamaq istəyirdi ki, bu nədir? Zaman budaq cümləsi. Budaq, baş. Uzaqdan atların səsini eşitdi. Yalnız baş cümləyə aiddir. Təsirli hallı isim fe'li birləşmənin aslı tərəfi deyil. Səsini. Burada isə kəndiri tullamaq fe'li birləşmənin yox, tullamaq istəyirdi. Nəyi? Kəndiri. Burada da birləşmə yoxdur. Deməli, burada kəndiri sözü də birləşmənin tərəfidir. Tullamaq istəyirdi bir yerdədir. Fe'li birləşmə yoxdur. Burada da səsini sözü fe'li birləşmə yoxdur. Bir, yəni ortaya yazılası bir fikir idi. Biri çıxaq. Sonra yer zərfi işlənib. Baş cümlədə uzaqdan sözü məsələn. 2-ni götürə bilərəm. Birincidə yoxdur. 4-ü çıxdım. Yalnız yox, ortaya baxaq. Müəyyən xəbər sadə fe'llə ifadə olunub. Sadə fe'l xəbər. Eşitdi, sadə fe'ldir, amma tullamaq istəyirdi, sadə fe'l deyil. Ona görə 3-ü çıxıram, ortaya yazıla bilməz. Müəyyən şəxsi cümlədir. Hər ikisi. O istəyirdi, o eşitdi. Müəyyən şəxsi cümlədir. 4 doğrudur. Yalnız budaq cümləyə aiddir. Məsdər tərkibi işlənib. Burada məsdər tərkibi yoxdur. Mak plus istəmək sxemi tərkib yaratmış sayılmır. Aydınlaşdırma bağlacısı işlənib. Bəli, 2. Yalnız aydınlaşdırma bu tərəfə aiddir. 6-da doğru fikirdir. Cavab olar C variantı. Aşağıdakı nümunəyə əsasən uyğunluğu müəyyənləşdirin. Cəmiyyət o zaman çiçəklənər ki, nə zaman? O zaman əvəzlik gəlibdir. Əvəzlik gəlibdir işlənir yalnız baş cümlədə. Bu tərəfdə mənim budaq cümləmdir. Yəni yalnız baş cümləyə aiddir. Zaman zərfliyi işlənib. Bəli, elə bu zaman zərfliyidir. 1 düzdür. Bu tərəfdə yoxdur. Ədadla omonim olan söz işlənib. Ki, bir də dadə. Hər ikisi ədadla omonimdir. 2 ortaya yazılmalıydı. Bu çıxdı, bu çıxdı. 1-i götürmüşəm, bunu da çıxaq. Əsas nitq hissəsini əvəz edən nitq hissəsi işlənib. Yəni əvəzlikdən söhbət gedir. Burada birinci tərəfdə, yəni baş cümlədə o zaman zərfdir. Burada əvəzlik yoxdur. 3 səhv fikirdir. Xəbəri şəxsə görə dəyişmişdir. Hər ikisinin xəbəri deməli təsirlənən fe'ldir. Təsirlənən fe'ldirsə şəxsə görə dəyişib. Yalnız budaq cümləyə aiddir. Hər iki baş üzv işlənib. Yox. Çiçəklənər nə cəmiyyət, maarifpərvər olsun kim onun zənginləri. Deməli bu yanlış fikirdir. Əmr cümləsidir. Olsun deyib bura aiddir. 6. Və deməli cavab olar A variantı. Sonra aşağıdakı nümunəyə əsasən uyğunluğu müəyyənləşdirin. Əgər içindəki işıq ətrafı işıqlandıra bilmirsə, bu budaq, bu da bizim baş cümləmiz. Yalnız baş cümləyə aiddir. Təyin fe'l sifətlə ifadə olunub. Sönmüş. 1 olar. Fe'l sifət özündən sonraki üzvün tərzini yox. Tərz bildirmək zərfliyin xüsusiyyətidir. Həm baş, həm də budaq cümləyə aiddir. Bağlacı işlənmişdir. Dadə, bir də əgər. 3 doğrudur. Qrammatik əsasın hər iki komponenti iştirak, 2 komponent işlənib, yəni mübtəda xəbər. İşıqlandıra bilmirsə, nə işıq? Şam kimidir, kim o? 4 doğru fikirdir. Yalnız budaq cümlədir. Xəbər sadə fe'llə. Budaq cümlə. İşıqlandıra bilmək sadə fe'l deyil, səhv fikirdir. Xəbər şərt şəkilçisi qəbul edib, qrammatik şəkilçidən sonra gələn salsa isə hissəci idi. Bu da səhv fikirdir. Burada cavab olar 1, 3, 4 var. B variantı.
Nəhayət sonuncu suala gəldik, çatdıq. Nümunədə yox, deməli uyğunluğu yenə müəyyənləşdiririk. Ağlı olanın yolu güclü olanın yolu ilə heç zaman kəsişmir. Çünki o hər zaman fərqli yollar seçə bilər. Bu bizim başımızdır. Bu da bizim budağımız. Yalnız baş cümləyə aiddir. Əsas tərəfi homonimliyə malik olan ismi birləşmə işlənmişdir. Burada ismi birləşmə, yolu, bir də burada da var yollar sözü. Hər ikisi ismi birləşmədir, hər ikisinin əsas tərəfidir. Hər ikisində də homonimliyə malik isim var, yol sözü. Yolmaq feili, bir də yol. Deməli, biri çıxmalıyam, biri buradan çıxaq. Təsriflənən feil məlum növdə deyil. Bu yalnız baş cümlədir. Kəsdən, kəsişmək, qarşılıq bir gərək növdür. Bu isə məlum növdür. İkini götürmək olar. İkini götürəcəmsə A-nı da çıxdım. Həm baş, həm budaq cümləyə aiddir. 3 müxtəlif üzvdən ibarətdir. Bir dənə başa baxaq. Kəsişmir. Nə vaxt, nə zaman? Heç zaman. Zərflikdir. Nə? Ağlı olanın yolu. Nə ilə kəsişmir? Gücü olanın yolu ilə. Deməli, bu 4 dənə oldu da. Mübtəda tamamlıq, zərflik. Bu səhv fikirdir. 3 belə çıxdı. 3 yox imiş. Vardı, burada var. Cavab olar onda C variantı. Zaman zərfliyi zaman zərfi ilə ifadə olunub. Zaman zərfliyi. Heç zaman. Burada da hər zaman. Bəli. Zaman zərfliyidir hər ikisi. Hər ikisi də zaman zərfidir. Bu isə doğrudur. Yalnız budaq cümləyə aiddir. Xəbəri indiki zamanda olan feillə ifadə olunub. Yanlış fikirdir. Ir. Hər ikisi. Hər ikisi. Azayətqam qutar. İsmi birləşmənin aslı tərəfi müstəqil cümlə üzvü kimi çıxış etmişdir. İsmi birləşmənin aslı tərəfi müstəqil cümlə üzvü kimi. Bu, bura aiddir. Fərqli yollar. Hansı yollar? Fərqli yollar. Burada isə üçüncü növdür. Bunu parçalaya bilmərik. Burada da güclü olmağı da ayıra bilməlisiniz. Çünki güclü olmaq bir yerdə feildir. Güclü olanın yolu. Belə yəni, burada ancaq fərqli sözünə uyğundur bu. 6-da düz idi. Belə. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşənə qədər.